Boş xanalara uyğun ədədləri yaz, müvafiq sözün altından xətt çək. Baxaq. Boş xanalarda nə yazıb? Ağacın hündürlüyü. Ağacın hündürlüyünə diqqət edirik ki, baxın, bu ağacın hündürlüyüdür. Bir dəqiqə. Bu ağacın hündürlüyüdür. Görürük ki, ağacın hündürlüyü nə qədərdir? Ağacın hündürlüyü 5 metrdir. Hasarın hündürlüyü. Hasarın hündürlüyü, baxın, budur. Kənarda verir. Baxın, hasarın hündürlüyü 1 metrdir. Hasarın hündürlüyü 1 metrdir. Evin uzunluğu. Evin uzunluğu, üzr istəyirəm, hasarın uzunluğunu veribdir. Hasarın uzunluğunu soruşur bizdən. Hündürlüyü desə göstərdiyimdir, amma uzunluğu deyəndə artıq uzunluq buradır. Hasarın uzunluğu 36 metrdir. Evin uzunluğu isə, evin uzunluğu baxın buradır. 14 metr. Bizə deyir ki, ağac evdən hündürdür, yoxsa alçaqdır. Biz evin hündürlüyünə baxırıq ki, evin hündürlüyü 8 metrdir. Ağacın hündürlüyü 5 metrdir. Ağac evdən alçaqdır. Ağac hasardan hündürdür, yoxsa alçaqdır. Hasarın hündürlüyü 1 metrdir. Ağacın hündürlüyü 5 metrdir. Ağac hasardan hündürdür. Hasar evdən uzundur, qısadır. Evin uzunluğu 14 metrdir. Hasarın uzunluğu 36 metrdir. Hasar evdən uzundur. Baxaq ikinci tapşırığa. Sarı lentin uzunluğunu tap və üzərində yaz. Baxın, sarı lentin uzunluğu ümumilikdə buradan bura qədər soruşur. Yəni sona qədər. Mavi lentin uzunluğu 27 santimetrdir. Yaşıl lentin uzunluğu da 15 santimetr. Onların ikisinin bir yerdə ölçüsü artıq olacaq sarı lentin uzunluğu. 7'nin üzerine 5 gəlsə 12, 2 yazırıq. Bir yadda 2'nin üzerine 1 gəlsə 3, bir də yadda 4. Edir 42 santimetr. B'ye baxaq. Bizə deyir sarı lentin uzunluğunu da. Ümumi iki lentin birlikdə uzunluğu, sarı və yaşıl lentin birlikdə uzunluğu mavi lentin uzunluğuna bərabərdir. Mavi lent 54 santimetrdir. Yaşıl lent 38 santimetrdir. Mavi lentin uzunluğundan yaşıl lentin uzunluğunu çıxmaqla sarı lentin uzunluğunu tapırıq. 4'dən 8 çıxmaq olmur. 14'dən 8 çıxsaq edir 6. 4'dən 3 çıxanda edir 1. Edəcək 16 santimetr. Davam edək. Yazı lövhəsinin və yük avtomobilinin uzunluqlarını santimetrlə yaz. Biz bilirik ki 1 metrimiz 100 santimetrə bərabərdir. 1 metrimiz 100 santimetr ise 3 metrimiz 300 santimetr edəcək. Baxaq yük maşınına. Yük maşının uzunluğu 4 metrdirsə, santimetrə çevirsək edəcək 400 santimetr. 1 metrimiz 100 santimetrdir, 4 metrimiz 400 santimetr edər. Əşyaların hündürlüklərini metrlə yaz. 1 metrimiz 100 santimetrdir, yəni 100 santimetrimiz 1 metr ise 200 santimetrimiz 2 metrdir. Baxaq, 100 santimetrimiz edəcək 1 metr. 300 santimetrimiz edəcək 3 metr. Baxaq, 5-ci tapşırığa. Əşyaların uzunluğunu santimetrlə yaz. Əziz uşaqlar, 1 desimetrimiz 10 santimetrdir. Bunları mütləq öyrənirik. 1 desimetrimiz 10 santimetrdirsə, 3 desimetrimiz 3'ü 10'a vursaq edir 30 santimetr. 4 desimetrimiz 1 desimetrimiz 10 santimetrdirsə, desimetrdən santimetrə keçəndə 10'a vururuq. 4'ü 10'a vursaq edir 40 santimetr. 2 desimetrimiz 2'ni 10'a vursaq edir 20 santimetr. Uzunluqları santimetrlə yazaq. Biz dedik ki 1 desimetrimiz
10 santimetrdir. 6 desimetrimiz 6'nı 10'a vursak edir 60 santimetr. 10 desimetrimiz 1 desimetrimiz 10 santimetr ise onu 10'a vursak edecek 100 santimetr. Bir qayda olaraq yadınızda saxlayın ki desimetrdən santimetrə keçəndə 10'a vururuq. 5'i 10'a vursak edir 50 santimetr. 1'i 10'a vursak 10 santimetr. 7 desimetrimiz 7'ni 10'a vursak edecek 70 santimetr. 9'u 10'a vursak edecek 90 santimetr. 7-ci tapşırığa baxaq. Əşyaların uzunluqları verilmiş ölçülərdən hansına uyğun ola bilər? Dairəyə al. Əşyaların uzunluqları. Baxaq. Uzunluğu ola bilər 3 santimetr, 3 desimetr yoxsa 3 metr. 3 desimetr olar, yəni 30 santimetr. Çarpayın uzunluğu 2 santimetr, 2 desimetr yoxsa 2 metr ola bilər. Çarpayın uzunluğu 2 metr ola bilər. Pozanın uzunluğu isə 5 santimetr olar. Baxaq. Boş yerə santimetr, desimetr və metr vahidlərini uyğun saydığını yaz. Çəkicin uzunluğu olar 3 desimetr. Belin uzunluğu olar nə qədər olsun? Olar 80 santimetr. Bunun uzunluğu da olar 6 metr. Davam edək. Verilmiş parçanın uzunluğunu xəttkeşlə ölç və neçə santimetr olduğunu tap. Yanında ondan 3 dəfə uzun olan parçanı çək. Hər iki parçanın uzunluğunu boş xanaya yaz. Əziz şagirdlər, mənim hazırda yanımda heç bir xəttkeş yoxdur. Təxmini olaraq sizə deyə bilərəm. Amma siz dəqiq olaraq ölçməlisiniz. Məsələn, burada uzunluğu götürsəniz 6 santimetr, məsələn deyirəm. 6 santimetr olarsa, mən dəqiq ölçmədim. Məsələn, bu 6 santimetrdirsə, deyir dəqiq ölçün, yanında ondan 3 dəfə uzun olan parça çəkir. 6'nı 3'ə vursaq eləyir 18. Burada 18 santimetr uzunluğunda parça çəkə bilərsiniz. Üç dəfə uzun eləyər 18 santimetr. Yenə deyirəm, mən dəqiq ölçmədim. Siz xəttkeşlə ölçüb daha dəqiq şəkildə çəkirsiniz. Baxaq növbəti tapşırığa. Verilmiş parçanın uzunluğunu xəttkeşlə ölç və neçə santimetr olduğunu tap. Yanında ondan 4 dəfə qısa parça çək. Hər iki parçanın uzunluğunu boş xanaya yaz. Məsələn, belə deyək, bu 16 santimetr olarsa, 16 santimetr. Siz 16 santimetrdən 4 dəfə kiçik bir parça çəkməlisiniz. 16'nı 4'ə böləndə edir 4'ü. Çək yaza bilərsiniz 4 santimetr. Davam edək. Elxan uzunluqları 3 desimetr və 5 desimetr olan iki lenti uçuca birləşdirdi. Alınan yeni lentin uzunluğu nə qədər oldu? Cavabı santimetrlə yaz. Baxaq. Elxan iki lent götürüb, birinin uzunluğu 3 desimetrdir, digərinin uzunluğu 5 desimetrdir və onları ucuca bağlayır. Bu nə deməkdir? Yəni onları birləşdirmək, yəni 3 desimetrin üzərinə
5 desimetr gəlmək deməkdir. 3 desimetrin üzərinə 5 desimetr gəlsə edir 8 desimetr. Alınan yeni lentin uzunluğu nə qədərdir? Cavabı santimetrlə yaz. Alınan yeni lentin uzunluğu 8 desimetrdir və santimetrə çevirsək 8 desimetr. Mən dedim ki, desimetrdən santimetrə keçəndə ona vururuq. Edəcək 80 santimetr. 80 santimetr. Aha, 12-ci tapşırığa baxaq. Lalə hər birinin qalınlığı 4 santimetr olan 5 kitabı üst-üstə qoydu. Kitabın ümumi hündürlüyü neçə santimetrdir? Çiçək kitablardan neçə santimetr hündürdür? Baxın, şəkildə də qeyd edib. 5 dənə kitab var. 1, 2, 3, 4, 5. Bir dənə kitabın hündürlüyü, qalınlığı 4 santimetrdir. Bir kitabın hündürlüyü 4 santimetrdirsə, 5 kitabın hündürlüyü nə qədər olacaq? 5-i vuruq 4 santimetrə edir 20 santimetr. Yəni, bu kitabın hündürlüyü bura kitabın hündürlüyü edəcək 20 santimetr. Bizdən soruşur, çiçək kitabdan neçə desimetr hündürdür? Santimetr demir, desimetr. 20 santimetrimiz santimetrdən desimetrə keçəndə ona bölürük. Desimetrdən santimetrə keçəndə ona vururuq. Amma santimetrdən desimetrə keçəndə ona bölürük. Belə qeyd edin, belə yadınızda saxlayın. Böyük ölçü vahidlərinin kiçik ölçü vahidlərini keçəndə böyükdən kiçiyə keçəndə vururuq, kiçikdən böyüyə keçəndə bölürük. 20 santimetrimiz 2 desimetrdir. Çiçəyin də hündürlüyü 30 santimetrdir. 30 santimetrimiz 3 desimetrdir. Bizdən soruşur, çiçək kitabdan neçə desimetr hündürdür? 3 desimetrdən 2 desimetri çıxsaq, qalır 1 desimetr. Çiçək kitabdan 1 desimetr hündürdür. 13-cü tapşırığa baxaq. Masanın uzunluğu neçə santimetrdir? Baxın, əziz şagirdlər. Masanın uzunluğunu qələmlər düzüb üstünə və bu qaydada ölçüb. Bir qələmin uzunluğu 2 desimetrdirsə, 2 desimetrimiz 20 santimetr deməkdir. Bir qələmin uzunluğu 2 desimetrdir. Baxaq görək, burada neçə dənə qələmin uzunluğuna bərabər olub masanın uzunluğu? 1, 2, 3, 4, 5. Bir qələmin uzunluğu 5 desimetr, 2 desimetrdirsə, masa ümumilikdə 5 dənə qələmin uzunluğuna bərabərdir. 2-ni, 2 desimetri vururuq 5-ə, edir 10 desimetr. Bizə deyir, masanın uzunluğu neçə santimetrdir? 10 desimetrimizdə desimetrdən santimetrə keçəndə ona vururuq, edir 100 santimetr. Masanın uzunluğu 100 santimetrdir. 14-cü tapşırığa baxaq. Səbinənin babası ağacdan yelləncək asmaq üçün uzunluğu 30 metr olan kəndir aldı. O yelləncəyi düzəltmək üçün hər birinin uzunluğu 6 metr olan 4 kəndir kəsdi. Neçə metr kəndir artıq qaldı? Baxın, yelləncəyi düzəltmək üçün ümumilikdə yelləncəyi düzəltmək üçün 30 metr kəndir alıb. Ancaq Lalənin babası yelləncəyi düzəltmək üçün nə qədər kəndir sərf etdi? Neçə metr kəndir sərf etdi? Bir dənəsinin uzunluğu 6 metr olan 4 dənə kəndir kəsir. Birinin uzunluğu 6 metrdirsə, 4 dənəsinin uzunluğu 4-ü vuruq 6-ya edir 24 metr. 24 metr istifadə olunub, amma bizdən soruşur ki, neçə metr kəndir artıq qaldı? Almışdı 30 metr. 30 metrin 24 metrini istifadə etdi. Yerdə qaldı 6 metr. 30-dan 24 çıxanda qalır 6. 6 metr kəndir artıq qalar. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlarda görüşərik. Hələlik.